Sizə desəm ki, atasının cinsiyyət orqanından dişlə deyə bir hədis var. Buna inanar mısınız? Bəli, belə bir hədis var. Buyuraq hədisi oxuyaq. Kim cahiliyyə dövrünün şüarını, təəssübünü və ya qəbiləçilik çağırışını edərsə, ona atanın cinsiyyət orqanını dişlə deyin və bunu kinayə ilə yox, açıq şəkildə söyləyin. Ağlınız kəsirmi bu hədisi? Necə bir hədisdir? Atasının cinsiyyət orqanını dişlə demək nə deməkdir? Nə var ki, kimsə cahiliyyət dövründən danışarsa və yaxud da cahiliyyət dövrünə dönmək istəyərsə. Bu hədisin mənbələrini də izləyicilərə söyləyim. Burada təbii ki, söyüşlə, təhqirlə, aşağılayıcı ifadələrlə bu hədisi yalanlamaq və yaxud da müdafiə eləmək istəyən müsəlmanlar İlk öncə mənbələri araşdırın. Əgər mənbələr olmasa, ondan sonra gələrsiniz, istədiyiniz təhqiri, söyüşü yazarsınız. Yox, əgər araşdırmadan yazsanız, bilin ki, söyüş və təhqirlər gedir Ənəm surəsi 107 ayənin hökmünə görə. Deməli, İmam Əhməd İbn Həmbəl, Əl-Müsnəd, hədis 20271, hədis 20285, Müəssisət Ər-Risalə nəşri, Şüeyb Əl-Arnavud isnadı səhih hesab etmişdir. İmam Buxari, Əl-Ədəbül Müfrəd, hədis 963, kitab 41, hədis 12. Albani səhih hesab etmişdir. İmam Nəsai, Əs-Sünnənül Kübra, eyni məzmunlu rəvayət mövcuddur. İmam Təbərani, Əl-Mücəmmül Kəbir, müxtəlif isnadlarla nəql etmişdir. Ravilər zənciri, Əl-Ədəbül Müfrəddə isnad belədir. Osman Əl-Müəzzin, Əvf, Həsən Əl-Bəsri, Utey ibn Damrə, Übey ibn Kəb, Peyğəmbər. Alimlərin qiymətləndirilməsi bu hədisə necədir? Bu rəvayət haqqında Şeyx Albani səhih sayır, Şüeyb Əl-Arnavud isnadı səhih, Əhməd Şakir səhih hesab etmişdir, Əl-Heysami raviləri etibarlı saymışdır. Buyurun, zəhmət olmasa bu mənbələri araşdırın. Təbii ki, bu mənbələri paylaşımın altında da qeyd edəcəm. Bu mənbələr olmazsa əgər, gələrsiniz yenə